Salam, hər vaxtınız xeyir olsun. Bugün Kodera 6.1 proqram təminatı əməliyyat sistemi fail və qovluqların izahını verəcəm. Deməli, utilitə aid olan proqramı seçin. Deməli, bunlar hamısı tətbiqi proqramlardır. Bu, deməli, tətbiqi proqramdır, bu tətbiqi proqramdır, bu əməliyyat sistemidir. Bu da proqramlaşdırma dilidir. Burada doktor webdir. Aparat təminatı, biraz böyüdək. Aparat təminatı ilə proqram təminatı arasında qarşılıqlı əlaqəni təmin edən, aralarında vasitəçilik edən proqram necə adlanır? Təbii ki, bu vasitəçi, aparat təminatı və proqram təminatı arasında qarşılıqlı əlaqə, vasitəçilik edən proqram əməliyyat sistemidir. Ümumiyyətcə, əməliyyat sistemi kompüter və deməli, istifadəçi arasında həmçinin vasitəçidir, interfeys yaradır, əlaqə yaradır, dialoq yaradır, yəni bunları edən əməliyyat sistemidir. Əməliyyat sistemi haqqında hansı mülahizə yanlışdır? İstifadəçi ilə kompüter arasında əlaqə yaradır. Bu doğrudur. Xidməti proqramların ən əsas komponentidir. Xidməti proqram deyil əməliyyat sistemi. Əməliyyat sistemi baza proqram təminatına aiddir. Yəni, servis proqram təminatına aid deyil. Ona görə bu yanlışdır. Antivirus proqram təminatı hansı proqramlara aiddir? Antivirus, deməli, tətbiqi proqram deyil, əməliyyat deyil, xidməti proqramlardır. Antivirus, bəli, xidməti proqramlardır. Burada texnik xidmət proqramlarda yazıb çaşdırdıq, xidməti proqramlardır. Deməli, əməliyyat sistemi fərdi kompüterə qoşulmuş tətbiqi proqramdır. Xeyr, tətbiqi proqram deyil. Fərdi kompüter ilə istifadəçi arasında interfeys təqdim edən və fərdi kompüterlərin resurslarını idarə edən sistemdir. Bəli. Disk defragmenter utilitinin funksiyası nədir? Ümumiyyətcə, disk defragmenter deməli, disklərin işini optimallaşdırır, daha sürətli müraciətini təmin edir, yeni disklər defragmentasiya edərək eyni failin uzaq məsafələrdəki klasterlərin ardıcıl yerləşdirir. Bəli, bu da bəndim. ScanDisk və WinRAR. Deməli, hər ikisi də xidməti proqrama aiddir. Hər ikisi tətbiqi proqramdır. Xeyr, hər ikisi failləri sıxlaşdıra bilir. WinRAR sıxlaşdırır. Hər ikisi instrumental proqramlardır. Xeyr, hər ikisi xidməti proqramdır. Bəli, hər ikisi xidməti proqramdır. Driver nədir? Təşkil edici istifadə edən proqramdır. Xeyr. İnformasiya mübadiləsini həyata keçirmək üçün istifadə edən proqramdır. Xeyr. Kompüterə qoşulan xarici qurulan parametrləri təyin etmək üçün istifadə edən kompüterə qoşulan xarici qurğuların parametrlərini təyin etmək üçün istifadə edən proqramdır. Kompüterlə istifadəçi arasında dialoq yaratmaq üçün xeyr, qurğuların işini idarə edən proqramdır. Kompüter qurğularının işini idarə edən proqramdır. Əslində, driver kompüterə qoşulan qurğuları əməliyyat sistemi ilə əlaqələndirir, tanıdır. Ona görə kompüterə qoşulan xarici qurğuların parametrlərini təyin etmək üçün istifadə edən proqramdır. Bu cümlə biraz fərqli qurulsaydı, bu doğru gələrdi. Yəni, burada C və Y variantı arasında kompüter qurğuların işini idarə edən proqramdır. İşini idarə edən proqramdır da driver. Driver əslində xarici qurğuların parametrini təyin etmək. Mən burada C bəndi ilə daha çox razılaşıram. Yəni ki, Y bəndi ilə. C bəndi qalsın burada. Utilitin funksiyası əlavə xidmətlər göstərir və əməliyyat sisteminin imkanlarını genişləndirən proqramdır. Deməli, əməliyyat sistemi imkanlarını, bəli, əməliyyat sistemi imkanlarını genişləndirir utilitlər. Mübadiləsini həyata keçirir, kompüterə qoşulan xarici qurğuların qavalını təyin etmək üçün istifadə edən proqramdır. Dialoq yaradan əməliyyat sistemidir. Müəyyən sinif məsələlərin həllini təşkil etmək üçün xeyr, bunlar deyil. MS-DOS əməliyyat sistemi. MS-DOS əməliyyat sistemi artıq istifadə olunmur. Bir məsələli, bir istifadəçili, qrafik xeyr, əmr interfeysli əməliyyat sistemidir. Baxın, əmr interfeysli, bir istifadəçili, bir məsələli əməliyyat sistemidir. Demək ki, proqramlar da adlandırırlar, formalaşdırıcı və arxivləşdirici proqramlar da bu sinifə daxildir. Söhbət hansı proqram? Bu proqramları köməkçi proqramlar da adlandırırlar. Daha sonra formatlaşdırıcı və arxivləşdirici. Deməli,
həm arxivləşdirir, həm kömək edir. Arxiv tətbiqi deyil, antivirus deyil, verilənə bazası deyil. Köməkçi proqram utilitdir. Ondan formatlaşdırıcı və arxivləşdirici proqramlar da bu sinifə daxildir. Yəni bunlar hamısı da ümumilikdə utilitə aiddir. Ona görə D bəndini götürürük. Əməliyyat sistemində failin tam adı aşağıdakı şəkildədir. Failin tam adını, əsasən failin yolunu müəyyən edin. Tam adı budur. Tam yolu nə olacaqdır? Yolu deyəndə, yəni tam adı aşağıdakı şəkildədir. Failin tam adına əsasən failin yolunu istəyir. Görürsünüzmü? Tam adı başqadır. Yolu artıq yolu deyəndə bu failin adını götürmürük. Yolu bax buradan keçir. C magistr, kodera, suallar, bax bunun hamısını götürürük, amma baza.doku götürmürük. Çünki yolunu istəyir bizdən, tam adını istəmir. Proqramları müəyyən edin, əməliyyat sisteminə Linux, WinRAR, Excel deyil. Excel tətbiqi proqramdır, Access tətbiqi proqramdır, Excel tətbiqi proqramdır, Impress tətbiqi proqramdır, burada Y bəndidir. Fayl adının düzgün yazılışını təyin edin. Fayl adında hansı işarələr olmaz? Baxın, ulduz olmaz. Daha sonra böyük kiçik işarəsi olmaz. Sual olmaz. Burada PPT, XPP bəndə uyğun gəlir. Çünki burada istifadə edilməyəcək bir şey yoxdur. Media. Yəni, bəndə də uyğun gəlir. Ola bilər ki, ikisi də doğrudur. Yəni, ikisi də doğrudur. MIDI. MIDI də musiqi failinin uzantısıydı. Bəli, WAV, MIDI, MP3. Bunlar da musiqi failinin uzantısıydı. 15. Arxivləşdirmə failları hansı məqsədlə istifadə edilir? Arxivləşdirmə. Təbii ki, failin həcmini azaltmaq üçün istifadə edilə bilər. Bəli, failin həcmini azaltmaq üçün istifadə edilir. Təmizləmək deyil, bərpa etmək, xeyr, bunların heç biri deyil. Əməliyyat sisteminə aid proqramları müəyyən edin. Əməliyyat sistemi Windows, MS-DOS, Word tətbiqidir, Excel tətbiqidir, Linux, Android, Access tətbiqidir, Paint tətbiqidir. 1, 2, 7, 8 cəbəndi. Proqram təminatının təyinatı nədir? Proqram təminatının təyinatı nədir? Deməli, kompüterin fəaliyyəti, informasiya emalının təşkili və idarə edilməsi üçün istifadə olunan proqram kompleksidir. Bəli, bu uyğun gəlir. Çünki ümumi proqram təminatının hamısı bunun içində var. Normal media təmin edilməsi, həyata keçirilməsi. Aha. Antivirus proqramlarının təyinatı nədir? Antivirus deməli virusdan qoruyur, məhv edir. Başqa sistem kompüterin istifadəçi məhdudlaşdırır. Ziyankar proqramlardan qorumaq. Aha. Bəli, ziyankar proqramlardan qoruyur. Xidməti proqramlara aiddir. Antivirus proqramları xidməti. Translyator xeyr, tətbiqi deyil, kompilyator deyil, qrafik deyil, utilit və antivirus proqramları xidməti proqramlardır. Hansı növləri var? Deməli, vaksin, həkim, redaktor, həkim, fəttiş, filtr və vaksin, elə bu hamısı burada var. Bəli. Bir qovluqda neçə fail yerləşdirmək olar? Bir qovluqda neçə fail yerləşdirmək olar? İstənilən sayda yerləşdirə bilərik, ancaq xarici yaddaşın tutumundan asılı olaraq. Yəni, biz istənilən sayda desək olmaz. Niyə olmaz? Ona görə ki, yaddaşın nə qədər tutursa, sən ancaq o qədər yerləşdirə bilərsən faylı. Antivirus proqramların əsas funksiyası virusları tapmaq və onları aradan qaldırmaq. Bəli, belə budur. Hər hansı qovluqda kodera.doc faylı saxlanılır. Deyək ki, bu mənim qovluğumdur. Bu qovluğun içərisində kodera.doc faylını saxlayıram. Həmin qovluqda alt qovluq yaradılır. Bax, bu qovluqda, bu hansı qovluq idiysə, burada bir dənə alt qovluq yaradıram. Aha, gəlin burada bir dənə alt qovluq yaradaq. Baxın, burada bir dənə alt qovluq yaradıram. A yazıram, alt qovluq.
Aha, alt qovluq yaradılır və həmin bu fayl həmin alt qovluğa daşınır. Deməli, artıq bunun içərisində. Bayaq buradaydı, indi buradadır. Aha, deməli, bundan sonra bax, bu qovluq, daha doğrusu, bax, faylın tam adı bax, bu cür oldu. Deməli, baxın, birinci mən buradaydım, indi oldum burada. Deməli, bax, bu mənim alt qovluğumdur. Bax, bu mənim bu hissəmdir. Deməli, mən buradaydım, burada alt qovluq yaratdım doku və daşıdım ora. Deməli, bundan əvvəl hansı olubdur? Sənədlər olubdur. Deməli, sənədlər daşımaya qədər faylın tam adını soruşur. Buna diqqətli olun, yolunu yox, tam adını soruşur. Deməli, D-data sənədlər kodera, D-data sənədlər kodera, nöqtə, az, 23, deməli, Y bəndi olacaq. Virus nədir? Kiçik həcmli, xüsusi yazılmış ziyanverici proqramdır. Bəli, belə. Virus budur. Şablonu. Baxın, bunlar şablon maskalarımızdır. Baxın, bu ulduz göstərir ki, məsəl üçün deyirəm, istənilən, məsələn, magistraturada biz bilməsəydik ki, əvvəlində nə var, əvvəlinə ulduz qoya bilərdik. Çünki ola da bilər simvol, olmaya da bilər. Yəni, unutmuşam, bilmirəm, simvol var ya yox. Əgər unutmuşamsa, mən onun yerinə ulduz qoya bilərəm. Yəni, o deməkdir ki, ola da bilər, olmaya da bilər. Bundan sonra və yaxud da əvvəl. Yəni, bu istənilən qədər simvolu özündə daşıyır. 100 dənə də simvolu əvəz eləyə bilər. 1 dənə də simvolu əvəz eləyə bilər. Heç bir simvol da olmaya bilər. Amma o sual işarəsi bir simvolu göstərir. Yəni, məsəl üçün deyirəm, burada doq sözündə D, sual, Z, D, sual, Z. O demək ki, D ilə Z-nın arasında bircə dənə simvol var, bir simvol var. Amma ulduz olsaydı, ancaq ulduz olsaydı, o deməkdir ki, istənilən qədər simvol ola bilər. Yəni, simvol olmaya da bilər. Amma sual məcbur mənə deyir ki, bir dənə burada simvol var. İndi gəlin baxaq. Mənə bir magistratura nöqtə doq. Baxın, magistratura nöqtə doq. Bax, bu uyğun gəlir. Çünki M-dan sonra istənilən qədər simvol daşıyır, D-dan sonra da istənilən qədər simvol daşıyır. Bu uyğun gəlir. Mənə gəlməyən istəyir. Doq, bu da uyğun gəlir. Başlığını unutmuşamsa, bilmirəmsə nədir, ulduz qoyub. İndi buna baxın, R-dan sonra bir hərf istəyir məndən. Görürsünüz, bir dənə sual var. Gəlin görək, R-dan sonra bir hərf var, bəli. Əvvəldə ulduz qoyub, deməli, ola bilər. D, C, D ilə C-nın arasında bir dənə simvol istəyir. Bəli, bir simvol var. Bu da ola bilər. Bu da ola bilər. Bu da ola bilər. Baxın, G ilə S-nın arasında bircə dənə simvol istəyir. G ilə S-nın arasında bir simvol var, bəli. Daha sonra ardınca ulduz qoyub ki, istənilən qədər simvol ola bilər. D, O, D, O-dan sonra istənilən qədər simvol ola bilər. Bu da uyğun gəlir. Bura baxaq, M, A, M ilə A-nın arasında simvol ola da bilər, olmaya da bilər. Və yaxud da bu ola bilər. Ola bilsin, bu A-dır, ola bilər. Və A-dan sonra bir simvol istəyir. Bax, bu A-dan sonra bir simvol varmı? Xeyr, yəni nöqtə var, nöqtə də burada var. Deməli, burada bir simvol yoxdur. Burada bu A olsaydı, amma əgər bu A ilə bitsəydi, burada 1, 2, 3, 4 dənə simvol var. Amma burada mənə deyir, məcburi bircə dənə simvol olsun. Deməli, bu uyğun gəlmir. Burada C variantı. Həmcə dəqiqə. Vagir. Faylın tam adı aşağıdakı şəkildədir. Deməli, bu mənim faylımın tam adıdır. Faylın yerləşdiyi qovluq hansı qovluğun alt qovluğudur? Deməli, bu yerləşir məntiqdə. Məntiq hansı qovluğun alt qovluğudur? İnformatika qovluğunun alt qovluğudur. Deməli, burada B bəndi olacaq.
Aha, fayl adı şablonu uyğundur. Bax, buna uyğun deyil. D-dan sonra 2 dənə simvol olsun. Deməli, D-dan sonra 2 simvol. Bax, bunlar ola bilməz. D-dan sonra simvol yoxdur. Buradan bunlarda 2 simvol var. Deməli, bu da ola bilər. Bu da ola bilər, bu da ola bilər. Keçək bura. Birdən və S ilə 1-in arasında 2 simvol istəyir. S ilə 1-in arasında 2 simvol var, burada yoxdur. S ilə 1-in arasında 2 simvol yoxdur. Burada isə S ilə 1-in arasında 2 simvol var. T və altından xət. Daha sonra S-dən əvvəldə bir simvol istəyir. Bəli, S-dən əvvəldə bir dənə T var. Deməli, C bəndi uyğun gəlir. 28. Faylın tam adı verilmişdir. Bu diskin baş qovluğunu müəyyən edin. Ümumiyyətlə, baş qovluq budur da, sistem disk. Baş qovluğumuz C-dir. Ümumiyyətcə, baş qovluğumuz, baş kataloq, baş qovluq budur. Bunlar hamısı C qovluğunda yerləşən alt qovluqdur. Bu bizim faylımızın adıdır. Bu bizim C diskində yerləşən alt qovluğumuz olacaq. Faylın tam adı verilmişdir. Faylın tam adı verilir. Faylın yerləşdiyi qovluq hansı qovluğun alt qovluğudur? Yenə bu mənim faylımın adıdır. Bunun yerləşdiyi qovluq docdur. Doc da Coderanın alt qovluğudur. B bəndi. Faylın tam yolu verilmiştir. Tam yolu. Aha, tam yolu da bu cür deyilir. Tam adı da. Faylın uzantısı, yəni tipini müəyyən edin. Tipi BMP'dir. Baxın, BMP. Bu faylımın adı, bu da uzantısı. Bilirik ki, faylın adı 2 hissədən ibarətdir. Biri A, özümüz verdiyimiz addır. Bu isə uzantısıdır. Aşağıdakı fayl şablonunda hansı magistratura.doc faylını təyin edə bilər? Deməli, baxın, doc hissəsinə ulduz qoyub ola bilər. Burada bircə dənə sual var. Bu ola bilməz. Bir dənə simvol deməkdir. D ilə C-nin arasında bir simvol. Bu da ola bilər. Bu da ola bilər. Bu ola bilməz. Nöqtədən sonra 2 simvol var. Ola bilməz. C-dan əvvəl bir simvol istəyir. Bu da ola bilməz. C-dan əvvəl 2 simvol var. Deməli, ya Y-dir, ya M-dir. Keçək bu hissəsinə, magistratura. M-dan sonra ulduz qoyub. Deməli, ola bilər. M-dan sonra istənilən qədər simvol istəyir. Bu ola bilər. M-dan sonra 1, 2, 3, 4, 5, 6, 7 simvol istəyir. Baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 simvol var. Deməli, bu da ola bilməz. Y bəndi. Fayl və qovluğun adında aşağıdakı simvolların hansından istifadə etmək olmaz. Deməli, fayl və simvollarda bunların hər biri olar, B bəndi olmaz. 9 simvol vardır ki, fayl və qovluq adlarında istifadə edə bilmərik. Dırnaq, sonra ulduz, belə bir streç xətlər, 1, 2, 3, 4, 5, böyük, kiçik, 6, 7, sonra 2 nöqtə, 8 və bir dənə də sual, 9. Bax, bunlardan faylın adında istifadə edə bilmərik. Aşağıdakı fayl şablonunda hansı ipg.doc faylını təyin edə bilər? Aha, baxaq, doc hissəmizi birinci tapaq. Baxın, ulduz ola bilər. Burada isə nöqtədən sonra görürsünüz bir dənə sual var. Yəni bir simvol var. Ola bilməz. D-C arasında bir simvol ola bilər. C-dan sonra da bir simvol istəyir əvvəldən. Bu ola bilməz. C-dan əvvəl bir simvol istəyir, ola bilməz. Deməli, ya Y-dir, ya C-dir. Baxaq, 1, 2, 3 dənə simvol var nöqtədən əvvəl. Amma burada görün neçə simvol var. 1, 2, 3, 4, 5, 6, 7. Deməli, bu da ola bilməz. Amma burada I-dən sonra ulduz qoyub, yəni istənilən qədər simvol ola bilər. Yəni, bu Y bəndidir. Faylın tam adı aşağıdakı şəkildədir. Faylın yerini informatika qovluğundakı magistr qovluğuna köçürdükdən sonra faylın tam adı hansı şəkildə olar? Deməli, bax, bu faylımızı, bax, informatika belə bir qovluqdur, informatika. İnformatika qovluğunun içindəki məntiqdədir bu faylımız. Bax, belə, xarici dil, buradadır. Deyir ki, faylın yerini informatika qovluğundakı magistr, deməli, bunun içərisindəki magistr qovluğuna köçürdük. Deməli, bunu sildi,
Gətirdi bura xarici dili. Gətirdi bura. Magistr qovluğuna girdi sonra. Faylın tam adı hansı şəkildə ola bilər? Deməli, artıq mənim faylimin adında məntiq ola bilməz. Çünki mən buradan gətirdim hara? İnformatikanın magistr qovluğuna. Baxaq. D ola bilər, Kodera. Bax, D, Kodera, informatika. Bura qədər eynidir. Sadəcə informatikanın içindəki məntiq yox, magistr qovluğuna daşıdım mən. Bax, D, Kodera, informatika, magistr. Bax, bu ola bilər. Bax, 35 elə A bəndidir. Yəni, məntiq ola bilməz. Magistr sonra məntiq ola bilməz. Məntiq, magistr ikisi də informatikanın içərisində yerləşir. Və mən məntiqdən çıxartdım, magistra gətirdim. Ona görə ola bilməz. Əməliyyat sistemi ilə müəyyən bir qurğunun qarşılıqlı əlaqəsini təmin edən proqramlar necə adlanır? Əməliyyat sistemi ilə müəyyən bir qurğunun qarşılıqlı əlaqəsini təmin edən driverdir. Uyğunluğu müəyyən edin. Scan disk, disk defragmenter, disk clonal. Deməli, scan disk, deməli, baxaq variantlara. Diskdə müxtəlif formalı şəkillər yaratmağa və redaktə etməyə, şəkillər yaratmağa və redaktə etməyə imkan verən proqram deyil. Diskdə zədələnmiş sektorları, baxın, zədələnmiş sektorları müəyyən edib xətaları aradan qaldır. Bax, bu scan diskdir, birə uyğun gəlir. Zədələnmiş sektorları müəyyən edir scan disk. Diskdə lazımsız və müvəqqəti faylları, deməli, müvəqqəti fayl tapmağa imkan verir. Lazımsız və müvəqqəti faylları tapmağa imkan verən disk cleanup-dur. 3C. Diskdə saxlanan müxtəlif tipli fayllar sıxılaraq deyil. Bu sıxılması deyil, heç birinə uyğun gəlmir. Səpələnmiş faylları müəyyənləşdirir və onu optimal hala gətirən proqram isə disk defragmenterdir. Elə bir sanki belə səpələnmiş faylları gətirir, ardıcıl bir yerə optimallaşdırır, bir yerə yığır, ardıcıl. Bunu görən disk defragmenterdir. Deməli, hansı uyğun gəldi? 2-yə Y, 3-ə C, 1-ə B, A bəndi. Səs fayllarına aid fayl uzantılarını müəyyən edin. Səs fayl, PPT təqdimatdır, doc mətindir, PNG şəkildir. Bunlar da JPG şəkildir. HTML web proqramlaşdırmadır. Ona görə A bəndi uyğun gəlir. Fayl və qovluğun tam adında aşağıdakı simvolların hansından istifadə etmək olmaz. Bayaq hansını dedik? Böyük, kiçik işarəsini demişdik. Baxın, 2 nöqtə H. Burada nöqtə vergül istifadə edə bilərik. 2 nöqtəni biz istifadə edə bilmərik. Driveri istəyir, arxivləşdirmə proqramı və utilitləri. Baxaq. Müxtəlif formalı və məzmunlu şəkillər yaratmağa bu heç birinə uyğun gəlmir. İstifadəçilərə köməkçi olaraq onların hər hansı məsələnin həll edilməsinin məqsədi, bu da uyğun gəlmir. Kompüterə qoşulmuş giriş-çıxış və əlavə qurğuları əməliyyat sisteminə tanıdan, ümumiyyətlə bu tanıdan driverdir. 1C. Xüsusi proqramlar hesabı, kompüterə qoşulmuş giriş-çıxış və əlavə qurğuları əməliyyat sisteminə tanıdan, bəli. Xüsusi proqramlar hesabına informasiya daşıyıcılarında saxlanılan faylların sıxılması arxivləşdirmədir. D. Əməliyyat sistemində əlavə imkanlar göstərir, iş imkanlarını genişləndirən proqram, əlavə iş imkanlarını genişləndirən utilitlərdir. A bəndi. Burada bu driverin kompüterə qoşulmuş giriş-çıxış və əlavə qurğular əməliyyat sisteminə tanıdan proqram. Burada bir dənə sual var idi, onu baxmaq istəyirəm. Burada belə bir sual var idi. Driver, kompüterə qoşulan xarici parametrini təyin etmək üçün istifadə edən proqram. Parametrlər, kompüter qurğuların işini idarə edən proqram. Ola bilsin ki, gəlir. Bir sual orada məni çaşdırır. Onu araşdıraram. Faylın yolu nədir? Baş qovluqdakı qovluqların adlarının siyahısı. Faylın yolu
deməli, faylımın hansı qovluqlarda yerləşir? Bax, onu istəyir məndən. Deməli, baş qovluqların adlarının siyahısı, xeyr, adların siyahısı mənim faylımın yolu deyil. Yəni, o qədər qovluq ola bilər ki, amma o demək deyil ki, mənim faylım orada yerləşir. Bir qovluqdakı faylların siyahısı, bu da deyil. Faylların siyahısı. Bir faylın mənə lazımdır yolu. Slash işarəsi ilə ayrılmış qovluq adlarının ardıcıllığı. Bu slash işarəsi ilə ayrılmış qovluq. Diskdə adlandırılmış sahə baş qovluq fayllarının siyahısı xeyr. Bütün faylların siyahısını istəyir. Faylın tam adındakı ikinci hissə nəyi bildirir? Faylın tam adındakı ikinci hissə onun tipini bildirir. Yaddaşın müəyyən hissələrinə bir ümumi ad altında saxlanılan, verilənlər yığınına nə deyilir? Fayldır. Baxın, yaddaşın müəyyən bir hissəsində yer tutur və müəyyən bir ad altında saxlanılır. Bu fayldır. Tətbiqi proqram olmayan variantı seçin. Tətbiqi proqram olmayan. Mətn tətbiqidir, nəşriyyat cədvəl verilir. Arxivator bilirik ki, sistem proqramlarından servis proqramlarına, yəni xidməti proqramlara aiddir. Qovluq daxilində qovluq yaratmaq mümkündürmü? Bəli, qovluq daxilində qovluq yaratmaq mümkündür. Mümkün deyil, xeyr, mümkündür. Fayl və qovluğun tam adında aşağıdakı simvolun hansını istifadə etmək olmaz? Biz hansını dedik? Dırnaq işarəsi dedik. Ortaq cəhət nədir? Baxın, AVI video, MPG və FLV. Ortaq cəhəti bunlar video fayllarıdır. Faylın adında sual işarəsi nəyi bildirir? Bir simvolun. İxtiyarı genişlənməli bütün fayllar, naməlum genişlənməli fayllar, faylın adında simvollar qrupu İxtiyarı bir simvolu bildirir sual işarəsi. Fayla olan yolda, bax, bu yazılışı nəyi göstərir? Nətər fayla olan yolda bu yazılış nəyi göstərir? Adı, faylın adı, xeyr. Faylın yerləşdiyi disk, Azəri yerləşdiyi qovluq, reklam faylın adını, doksiya uzantısını bildirir. B uyğun gəlir, bəli. Bu yerləşdiyi diskdir, bu qovluqdur, bu adıdır, bu isə uzantısıdır. Doc3.doc faylının tam adını istəyir. Baxın, doc3.doc, bax bunu istəyir. Bunun yolu hardan gəlir? Bu yerləşir tom3 qovluğunda. Deməli, doc3 Tom. Baxın, doc3 ola bilməz. Bax, bu ola bilməz. Deməli, doc3-ləri silirəm. Harada yerləşir? Tom3-də. Amma bu doc1-dir. Görürsünüz, bu da ola bilməz. D bəndi uyğun gəlir. Bu da yerləşir A diskində. Hər hansı qovluqda arayış.doc faylı saxlanılır. Hansısa bir qovluqdur. Burada saxlanılır arayış. Bir fayl. Aha. Deyir ki, arayış.doc faylı alt qovluğa daşınır. Deyəm ki, həmin qovluqda alt qovluq yaradılır. Baxın, həmin bu qovluqda bir dənə alt qovluq yaradılır. Deməli, bunun içərisində bir dənə alt qovluq yaradıram. Gördünüz, bax, bu burada qaldı. Bir dənə alt qovluğa daşındı. Bundan sonra həmin faylın adı bu olur. Deməli, bax, burada mən daşındım bu qovluğa. Görürsünüz, bax, bu hissəyə. Bu mənim daşındığım qovluğumdur. Bu isə əvvəlki yerləşdiyim qovluq. Deməli, əvvəl nə olubdur? Sənədlər olubdur. Qovluğun tam adı deyirsə, mən arayış.doc-u da bir dəqiqə yerləşdiyi qovluğun tam adı aşağıdakılardan hansıdır? Tam adı deyəndə, əslində mən burada arayış.doc-u da götürməliydim. Çünki tam adını istəyir. Tam adı istəyir. Burada data sənədlər Y uyğun gəlir, amma tam adı istəyəndə orada nə olmalıdır? Həm də faylın uzantısı və adı da olmalıdır. Uyğunluğu müəyyən edin. Elektron cədvəllər, qrafiki redaktorlar, mətn redaktorlar. Elektron cədvəl yaratmaqdır. Müxtəlif formalı və məzmun şəkillər yaratmaq, xeyr. Müxtəlif formalı məzmunlu mətnlər yaratmaq. Bu qrafik 2A uyğun gəlir da. Deməli, 2-yə A uyğun gəlir. Çünki qrafikdə şəkil var. Daha sonra mətn redaktoru, müxtəlif formatlı məzmunlu mətn. Bax, buna 3 uyğun gəlir. Mətn redaktoru. Kompüterin bütün qurulların qarşılıqlı şəkildə əlaqəsini təmin edir. Müxtəlif məzmunlu mətnləri, şəkillər, animasiya verən PowerPoint.
fail təqdimatı. Müxtəlif mürəkkəb cədvəl və diaqram isə nədir? Elektron cədvəllərdir. Ona görə burada 1Y, 2A, 3B, C bəndi uyğun gəlir. Failin tam adının düzgün formatı hansıdır? Ümumiyyətlə, bu cür slash xəttlərlə ayrılma ola bilməz. Bu uyğun deyil. İşarələdik. Bu uyğun deyil. Bunlardır. İndi bizdən nə istəyir? Failin tam adı. Tam adı deyirsə, fail da olacaq burada. Bax, burada fail yox. Deməli, bu da deyil. Və diskim olacaq. Diskim mütləq 2 nöqtə ilə ayrılacaq. Burada 1 nöqtə var. Ona görə bu da uyğun deyil. Mütləq 2 nöqtə olmalıdır. Qovluq və fail olmalıdır. Alt qovluq var burada. Disk yoxdur burada. Görürsünüzmü? Disk də olmalıdır burada. Ona görə burada C bəndi uyğun gəlir. Yəni diskin də mütləq olmalıdır. Baxın, görürsünüz, hamısında disk var. Aha, indi 54-də baxaq. Kim vermiş failin tam adı necə? Kim vermiş failləri tam adı necə olar? Aha, birinci failıma baxıram. Yazı.doc. Yazı.doc'un yolu gəlir nədən? Tekstdən. Tekst gəlir mətnə, mətn gəlir dataya, data gəlir Y-yə. Hələ ki, bu bir uyğun gəlir. Keçək buna baxaq. Foto JPG uyğun gəlir qrafikə. Qrafik gəlir dataya. Burada görürsünüz, heç nə yoxdur. Datada gəlir Y-yə. Bu da uyğun gəlir. Daha sonra gəlir picture PSD. Gəlir yenə qrafikə. Qrafik dataya, data Y-yə, A bəndi uyğun gəlir. Baxın, burada tekst var, amma mətn var, amma Y diskim yoxdur. Burada 2 dənə var, 3 dənə olmalıdır. Bunlar niyə uyğun gəlməyib? Yazdı. Baxın, burada birinci mətni yazıb, sonra teksti yazıb. Olmaz. Birisi niyə uyğun gəlməyib? Müqayisəyə baxaq. Burada da data yoxdur. Baxın, data yox. Failin yolu verilmişdir. Failin tam adı necədir? Failin tam adı. Elə failin tam adı da failin yolu verilmişdir. Failin tam adı elə bunun hamısı olacaqdır. Yəni, bax, bu mənim failimin tam adıdır. Eləcə failin adını sorursaydı, bunu deyərdim. Amma failin tam adı dediyi üçün hamısını deyəcəm. Əmniyyət sistemin yazıldığı məntiqi disk, sistem diski adlanır. Təqdimat proqramına aid fail uzantısı PPT. Bax, bu musiqidir, bu şəkildir, bu videodur, bu da HTML web proqramlaşdırma dilləridir. Aşağıdakı fail adlarında hansılar var? Bu şablona uyğundur. Deməli, bizdən nə istəyir? A ilə B-nin arasında simvol ola da bilər, olmaya da bilər. Yəni, bu mütləq yenə bayaq dediyim kimi, o demək deyil ki, simvol var. Sadəcə çoxlu da ola bilər, heç olmaya da bilər. Amma mən bilirəm ki, nöqtədən sonra 1, 2, 3, X-dan əvvəl 3 simvol olmalıdır. B-dan da sonra 1 simvol olmalıdır. Baxaq, X-dan əvvəl 3 simvol burada yoxdur. X-dan əvvəl 3 simvol var. X-dan əvvəl 3 simvol var. Burada da var, burada da var. Burada 1, 2, 3, 4-dür. Bu da ola bilməz. Deməli, hələ ki, bunlar bura uyğun gəlir. Gəlin, baxaq, B-dən sonra 1 simvol. Bu uyğun gəlir. Deməli, 6 uyğun gəlir. B-dan sonra 1 simvol uyğun gəlir. B-dan sonra 2 simvol var burada. Uyğun gəlmir. Deməli, 2 və 6 uyğun gəlir. 58 B bəndi. Metin faillərin ad genişlənmələrini seçin. Doc, TXT, text. Bunlar musiqi icra olunan faildir. Bu da musiqidir. Ayıb. Aşağıdakı proqramlardan hansı tətbiqi proqram təminatına daxildir? Tətbiqi Excel tətbiqi proqramdır. Fail adı bu olan hansı fail şablonuna uyğun deyil? Şablona baxaq. X-dan əvvəl və sonra simvol olmasıdır. G-dan sonra mütləq bir simvol olmalıdır M ilə arasında. Burada da birdir. Bu uyğun gəlir. Uyğun gəlməyən istəyir bizdən. X-dan əvvəl mütləq bir simvol istəyir bizdə. Bir də A ilə E arasında bir simvol istəyir. A ilə E arasında bir simvol var. Bu da uyğun gəlir. X-dan əvvəl və sonra bir simvol istəyir. Və G ilə M arasında bir simvol istəyir. Bu da uyğun gəlir. X-dan əvvəl bir simvol istəyir. Bu da uyğun gəlir.
Deməli, bu olacaq. E-dən sonra bir simvol istəyir. E-dən sonra görün neçə simvol var? Çoxdur. Ona görə bu uyğun gəlmir. İcra olunan fayllar, icra olunan proqramların işi üçün zəruri olan xüsusi parametrləri, deməli, parametrlərini saxlayır. Sadəcə olaraq müəyyən bir əməliyyatı yerinə yetirir icra olunan fayllar. İstifadəçilər tərəfindən kompüterin müəyyən proqram köməyi yaradılan informasiya tərəfindən saxladığı sənədlər kompüterin qurğuların işini əks etdirir və sadəcə olaraq müəyyən bir əməliyyatı yerinə yetirir icra olunan fayl. Hansısa bir əməliyyatı yerinə yetirir. Uyğunluğu müəyyən edin, qrafik elektron verilənlər bazası. Baxın, verilənlər bazası Access uyğun gəlir. 3C. OpenOffice Impress təqdimatdır. Burada qrafik və elektron yoxdur. Vrate, bu da bizdə bilirik ki, yazıdır, mətindir. Kalk, Visit Kalk, bunlar Office Kalk, bunlar elektrondur. 2Y, 3C, 1A. Pravda şəkildir. Faylın tam yolu verilib, faylın hansı qovluqda yerləşir? Fayl hansı qovluqda yerləşir? Doc qovluğunda yerləşir. 64 B bəndi. Mətn faylı docdur. İki faylı eyni adla kompüterin yaddaşında saxlamaq olarmı? İki faylı eyni adla kompüterin yaddaşında saxlamaq olarmı? Gəlin baxaq variantlara. Olmaz deməzdim. Çünki eyni adla başqa qovluqlarda olar. Lakin ayrı qovluqlarda bəli, B bəndə uyğun gəlir. Eyni qovluqda saxlamaq olmaz. Dərs TXT adlı fayl informatika qovluğunda saxlanılırdı. Deməli, informatika burada dərs text. Bu mənim faylımdır, bu da mənim qovluğumdur. Daha sonra bu fayl həmin qovluğun daxilində yerləşmiş kimya adlı qovluğun, baxın, kimya adlı qovluğun alt qovluğuna. Deməli, baxın, bunu biraz uzadaq. İnformatikada yerləşirdi. Bax, bu informatikada yerləşirdi. Daha sonra faylı həmin qovluğun, bax, bu informatika qovluğunun daxilində yaradılmış, deməli, daxilində yaradılmış, bunun içərisindəki kimya qovluğunun, kimya adlı qovluğun alt qovluğuna, deməli, bunun alt qovluğuna, hansısa bir alt qovluq var, ora daşıdım. Deməli, mənim, baxın, informatikamla artıq dərs TXT arasında neçə dənə qovluq oldu? 2 dənə. Bunun içərisindəki kimyanın alt qovluğu da X. Deməli, kimya M5 informatika ilə dərs arasında 2 dənə qovluq oldu. Bəli, bax, A bəndi uyğun gəlir. Çünki 2 dənə artıq qovluğum oldu. Bunun içindəki kimyanın da alt qovluğu M5. Bir qovluqda saxlanılırdı. Hansısa bir qovluqda saxlanılırdı. Kitab doc. Bunu yazaq. Kitab doc. Hansısa bir qovluqda saxlanılır. Hansı qovluqda saxlanılır. Sonra bu fayl həmin qovluqdakı başqa bir qovluğun alt qovluğuna yenə eyni prosedurdur. Baxın, deməli, bu mənim bilinməyən hansısa bir qovluğumun içində idi. İndi bunun içindəki bir qovluğun alt qovluğuna daşındı. Deməli, bayaq bundaydı, indi bunun içindəki qovluğun alt qovluğu. Deməli, artıq 2 dənə, bax, bu ilk yerləşdiyi qovluqla arasında artıq 2 dənə əlavə qovluq oldu. Deyir ki, həmin faylın tam adı belə oldu. Daşınmaya qədər yerləşdiyi ilk qovluq nə olacaq? Baxın, bu mənim qovluğumdur, faylımdır. Deməli, 2 dənə, bax, bu 2 dənə qovluqdan əvvəlkində yerləşibdir. Bunun içindəki qovluğun alt qovluğuna daşındı. Aha, deməli, informatikaya qədər olacaq. Və məndən tam adı, ilk qovluğun tam adı, aşağıdakilərdən hansı tam adı dediyi üçün faylımın özünü də götürəcəm. Yəni, D fayl informatika kitab nöqtə doc. D fayl informatika kitab nöqtə doc. 68 B bəndi. Bunu bir dəqiqə cavabda Y götürüb, bir dənə ona baxaq, bir daha diqqət yetirək. Yerləşdiyi ilk qovluğun tam adı aşağıdakilərin hansıdır? Qovluğun tam adını istəyir. Səhv etmirəmsə, əvvəllər
qovluğun deməli yolu deyəndə bu cür götürürdük. Yolu, tam yolumu deyim belə. Amma tam adı deyəndə artıq deməli faylın özünün də adını istəyir. Yəni B bəndi uyğun gəlir. Yəni əvvəl bu cür götürürdülər. Artıq indi bu cür götürmürlər. Tam adı deyəndə qovluğun tam adı. Hə, yaxşı. Tam adı deyir. Faylın tam adını istəmir axı, qovluğun tam adını istəyir. Ona görə Y bəndi uyğun gəlir. Hə, mən biraz qatdım. Deməli, qovluğun tam adı dediyi üçün qovluğumun adı budur. Amma mənim faylımın tam adını istəsəydi, onda faylımın tam adı bax B bəndi uyğun gələrdi. Baxaq, verilmiş şəkli əsasən C diskinin iyerarxik strukturunun əsasən Quba adlı faylın tam adını müəyyən edin. Quba, baxın, Qubanın tam adını istəyir. Bax, Quba buradadır, bunun tam adı. Deməli, tam adı deyirsə, bax, indi bu mən dediyim budur. Quba JPG axırda olacaqdır. Sonra gələcək burada fevral. Deməli, Qubadan əvvəl fevral olacaq. Bu uyğun gəlmir, bu uyğun gəlmir. Çünki fevral var burada. Quba fevral uyğun gəlir. Aha. Daha sonra baxaq buna. Fevral yerləşir 2012-də, 2012 yerləşir şəkillərdə, şəkillər yerləşir C-də. Faylın tam adı dediyi üçün hamısını götürürük. Qovluğun adını soruşsaydı bunu götürməyəcəkdik. C bəndi uyğun gəlir. Verilən iyerarxik struktura malik C diskinə görə doğru mülahizələri seçin. C diskinə görə, bax, buradakı C diskinə baxmalıyıq. Yəni, buranı təmizləyək. Çünki suallar buradandır. Nə deyir? 2013 adlı qovluq 2012 adlı qovluğun alt qovluğudur. Baxaq, 2013-2012-nin alt qovluğu olsaydı, burada olardı. Burada 2013 olardı. Bunun içərisində. Deməli, bu yanlışdır. 2012-nin alt qovluğu fevral və martdır. Deməli, bu yanlışdır. Bizdən doğrunu istəyir. Məktəb qovluğunun daxilində iki fərqli tipli fayl var. Məktəb qovluğunun tərkibində iki fərqli tipli fayl var. Baxaq, məktəbin içərisində doc, ikisi də eynidir. Görürsünüz, fərqli tiplər deyil. Səhvdir. Şəkillər qovluğunun daxilində olan qovluğun, şəkillərin daxilində olan qovluqlar görək nədir? 2013, 2012 və 2014-dür. Aha, olan qovluğun alt qovluqlarından biri 2013 adlı qovluqdur. Bəli, doğrudur. 2014 və mənim adlı qovluğun daxilindəki müxtəlif adlı, amma eyni tipli fayllar var. Baxaq, 2014 və mənim adlı qovluqda eyni tip fayl istəyir. 2014 və mənim. 2014-də JPG, mənimdə mənim docdur. Bizdən nə istəyir? 2014 və mənim adlı qovluğun daxilində müxtəlif adlı, amma eyni tipli deyil. JPG-də biri docdur. Buna görə bu da uyğun gəlmir. C lokal diskində ümumi boş qovluq var. Baxaq, ümumi boş qovluq biri budur, biri də budur. Bəli, 3 dənə boş qovluğum var, digər qovluqlarım doludur, bu da doğrudur. Deməli, hansı doğru oldu? 3 və 5. Deməli, C bəndi uyğun gəlir. Verilən iyerarxik struktura malik C diskinə görə doğru mülahizələri seçin. 2012 adlı qovluğun alt qovluqları boşdur. Qovluqları, deməli 2012-nin alt qovluğunun hamısı boş deyil, axı biri boşdur. Digəri doludur. Ona görə qovluqları dediyi üçün götürə bilmərik. Əgər desəydik qovluğunun biri boşdur, götürərdik. Kitablar adlı qovluğu sənədlər adlı qovluğa köçürmək olar. Baxaq, kitablar adlı qovluğu sənədlərə köçürmək olar. Ümumiyyətcə, bütün hamısında olar. Kitabları sənədlərə köçürdə bilərik. Buradan götürərəm, gətirərəm bura. Yəni, bu mümkündür. Məktəb adlı qovluğun iki alt qovluğu var. Məktəb adlı qovluğun iki alt qovluğu varmı? İki alt qovluğu yoxdur. Bunlar fayllardır. Görə bunu da doğru götürə bilmərik. Deməli, bizdən doğrunu istəyir. 2 doğrudur. 2. Bir olanları silirəm. Aha.
Sonra nə istəyir? 3 olanda silirəm. 4 deməli doğru olacaqdır. Mənim və məktəb adlı qovluqların daxilindəki fayların tipləri eynidir. Mənim və məktəb. Baxaq, mənim və məktəb hər biri dokdur. Bəli, 3'ü dokdur. Deməli, bu doğrudur 4. 4 doğrudur. Bura niyə minus qoymuşdum? Ha, bu o birisi sual. 2 dəqiqə. Burada 4 tane, 4 doğrudur. 5'e baxaq. Şəkillər adlı qovluğun 5 alt qovluğu var. Baxaq. Şəkillər. Bunun 3 alt qovluğu var. Baxın, 3 alt qovluğu var. Buna görə bu da yanlışdır. Deməli, 2, 4 doğru cavab Y'dir. Verilmiş şəklə əsasən daxilində heç bir obyekt olmayan neçə qovluq vardır? Baxaq görək, daxilində heç bir obyekt olmayan neçə qovluq var? 1, 2, 3. Heç bir obyekt olmayan 3 qovluğum var. Deməli, burada da C bəndi olacaq. Verilən instruksiya malik C diskinə görə yanlış mülahizələri seçin. Yenə yanlış istəyir. C lokal diskinə ümumi 2 boş qovluq var. Xeyr, 3 boş qovluq var idi. Bu yanlış fikirdir. Mənə yanlışı götür istəyir. C lokal diskində ümumi 10 qovluq obyekti var. Baxaq, 10 qovluq obyekti varmı? 3'ü boş idi. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 doğrudur. Ona görə bunu götürməyəcəm. C lokal diskində ümumi 2 tip fayl obyekti var. 2 tip fayl. Baxın, doku idi. Bir də JPG var. Bəli, bu da doğrudur. Bunu da götürməyəcəm. C lokal diskində ümumi 5 fayl obyekti var. 5 fayl. C lokal diskində ümumi 5 fayl obyekti var. 5 dənə faylımız mı var? Onu soruşur. 1, 2, 3, 4, 5, 6 dənə faylım var. Bu səhvdir. Bunu götürəcəm. Deməli, 1, 4'ü götürəcək. 1, 4, onda 5'dir. Məktəb və 2012 qovluqları eyni qovluqdadır. Məktəb və 2012 xeyr. Baxın, bu şəkillərdədir. Məktəb isə sənədlərdədir. Bu da yanlışdır. Bunu da götürəcəm. Ona görə 1, 4, 5. Şablonlar aşağıdakiler hansılar ola bilər? Baxaq, məntiqli doq. Doq ola bilər. D, o bir sual varsa bir işarədir. Ola bilər. D-dan sonra bir dənə simvol istəyir. Ola bilməz. Bu da hələ ki ola bilər. Bunları saxlayaq. D, o bir dənə istəyir. Bu da ola bilər. Gəlin indi keçək məntiqli hissəmizə. Deməli, L-dan sonra bir simvol istəyir. Ola bilər. Bu da ola bilər. M ilə Q-nın arasında istənilən simvol ola bilər. Bu uyğundur. L ilə M arasında 1, 2, 3, 4 dənə simvol istəyir. Baxaq. 1, 2, 3, 4, 5 simvol var. Bu ola bilməz. Burada isə L-dən əvvəl 1, 2, 3 simvol mütləq olmalıdır və qalanı da yəni sual ulduz var. Yəni istənilən sayda ola bilər. Bu da uyğun gəlir. L-dan sonra bir simvol istəyir. Uyğun gəlir. Bu da uyğun gəlir. Deməli 1, 5, 3 D bəndi. Doc faylı hansısa bir qovluqda saxlanılır. Aha, hansısa bir qovluqda kitab saxlanılır bir qovluqda. Aha, bir qovluqda saxlanılır. Sonra bu fayl həmin qovluğun başqa bir qovluğun alt qovluğuna, baxın, başqa bir qovluğun alt qovluğuna daşınması o deməkdir ki, bu mənim X qovluğum idi, keçdi başqa bir qovluğun, bir dəqiqə bir də baxaq, saxla. Sonra bu fayl həmin qovluqdakı, baxın, bu qovluğun içindəki başqa bir qovluğun alt qovluğuna daşındı. Başqa qovluğun alt qovluğu, bunun içindəki. Deməli, artıq bundan tab dokun arasında 2 dənə nə oldu? Qovluq oldu. 1, 2, 2 qovluğum oldu. Artıq baxın, bu olub. Baxın, daşınandan sonra bu adı olub. Tam adı bu olub. Deməli, kitab dokla əvvəl 2 dənəsini silsək, əvvəlkini taparıq. Deməli, informatikada olub, daşınıb onun içindəki başqa bir qovluğa və onun içindəki alt qovluğa. Məndən nə istəyir? Faylın tam adı. Faylın tam adı deyirsə, kitab.doku götürəcək. Burada eləcə doku götürənmərik. Qalan hamısı uyğun gəlir. Deməli, daşınmaya qədər deyirsə, M5-i götürə bilmərəm, bir də doku götürə bilmərəm. Baxın, M5-i götürə bilmərəm, bir də doku götürə bilmərəm. Bura baxaq. Deməli, D, fayl, informatika, kitab. D, fayl,
Artıq burada informatika yoxdur. D fayl informatika kitab. B uyğun gəlir. D fayl burada yoxdur. Yəni birbaşa informatikadır. Bu da ola bilməz. Deməli B bəndi. Deməli, dərs text adlı fayl informatika qovluğunda saxlanılırdı. Aha, informatikada dərs saxlanılırdı. Daha sonra bu fayl həmin qovluğun daxilində yerləşən kimya. Deməli, bu daşındı bunun içindəki kimya adlı başqa bir alt qovluğa köçürüldü. İndi nə oldu? İnformatika ilə dərs arasında bir dənə də kimya olacaqdı. Amma köçmüş failin yolunu istəyir, tam adını istəmir. Deməli, dərs tekst olmamalıdır. Dərs tekst olmamalıdır. Və bundan əvvəl bir dəqiqə failin alt qovluğu köçürüldü, köçürülmüş fail istəyir. Deməli, kimya olmalıdır mütləq. Kimya burada yoxdur. Kimya ola bilər, Görək bu 2022-nin nə burada işi var. Bir də baxaq. Daha sonra bu fail həmin qovluğun daxilində yerləşmiş kimya adlı başqa bir qovluğun alt qovluğuna köçürülür. Kimya olmalıdır. Bax, informatika 2022 var burada. Bu da ola bilməz. Birinci informatikadan sonra kimya gəlməlidir. Mütləq. Biz axı burada kimya informatikanın sanki 2022'nin alt qovluğu oldu. Amma bizim kimyamız informatikanın alt qovluğu olmalıdır. Bax, görürsünüz nə deyir? Bu faildir həmin qovluğun daxilində yerləşən kimya adlı başqa bir alt qovluğa köçürüldü. Aha. Keçək 77-yə. Yine dərs text adlı fayl informatika qovluğunda saxlanılırdı. Deməli, informatikadan sonra gəlirdi dərs. Daha sonra bu fayl həmin qovluğun daxili yaradılmış qovluğun fizika adlı alt qovluğuna. Baxın, bunun içərisindəki başqa bir qovluğun fizika adlı alt qovluğuna köçürüldü. Deməli, informatikadan sonra başqa bir qovluq gələcək. Sonra fizika, sonra dərs olacaqdı. Alt qovluğa köçürüldü. Köçürülmədən sonra qovluğun tam adını istəyir. Baxın, qovluğun tam adı dediyi üçün mən failin adını götürməyəcəm. Yəni, dərs teksti götürə bilmərəm. Deməli, nə olacaq? Dərs fizikanın içində yerləşəcəkdir. Dərs artıq yoxdur. Fizikadan əvvəl bir dənə alt qovluq olacaq, sonra informatika olacaq. Elə A bəndi uyğun gəlir. Baxaq buna. Baxın, burada görürsünüz nə var? Fizikadan sonra X3 var. Bu ola bilməz. Fizikadan sonra M5 var. Xeyr, ola bilməz. Mən fizikanın içərisindədir dərs. Ancaq fizikadan əvvəl, baxın, informatikadakı alt qovluğuna, fizika adlı alt qovluğuna köçürüldü. Yəni, informatika qovluğunda saxlanılırdı. Daha sonra bu fail həmin qovluğun daxilində yerləşdirilmiş qovluğun fizika adlı alt qovluğuna. Daxilində yerləşmiş qovluq budur. Fizika adlı alt qovluq da bunun içərisindəki qovluqdur. Mənzərə şəbəkə adlı fayl şəkillər qovluğunda saxlanılır. Deməli, şəkillərdən sonra gəlirmiş mənzərə. Aha, görək indi bizdən nə istəyir? Daha sonra bu faylı həmin qovluqdakı, bax bu fayl həmin qovluqdakı film qovluğunda yaradılmış, deməli, bu qovluqdakı, yəni şəkillər qovluğundakı film qovluğunda yaradılmış M5 qovluğuna köçürdülər. Deməli, şəkillər qovluğundakı film qovluğunda yaradılmış M5 qovluğuna köçürdü. Deməli, artıq görürsünüz, şəkillərlə mənzərə arasında 2 dənə qovluq oldu. Hansı qovluqlar oldu? Film və M5. Failin tam adı dediyi üçün mənzərə JPG-ni götürəcəm. Mənzərə JPG-dən əvvəl nə gələcək? M5, sonra film. Mənzərə JPG, M5, film, sonra şəkillər. Bax, uyğun gəlir. Film M5 yox. M5 film şəkillər. Bu da uyğun gəlir. Bir dənə baxaq, bunların fərqi nədir? Bu ikisinin şəkillər, film, M5, mənzərə JPG. Bu ikisinə baxarıq, müqayisə eləyərik. Mənzərə, film, şəkillər. Yox, bu da uyğun gəlmir. Aha.
Burada 2023-ə ehtiyac varmı? Bir dənə baxaq. Mənzərə JPG adlı fayl şəkillər qovluğunda saxlanılırdı. Daha sonra bu faylı həmin qovluqdakı film A qovluğunda yaradılmış M5 qovluğuna köçürdülər. Tam adı. Bu da uyğun gəlir, bu da uyğun gəlir. Burada bizə düzdür, burada əlavə 2023 var. Ancaq yəni mən deyə bilmərəm ki, 2023-ü götürmə. Niyə? Çünki ola bilər ki, şəkillər də 2023-ün içərisində yerləşir də. Mənə yəni bunun üçün bir məlumat verilməyib. Ona görə mən B və C bəndinin ikisini də doğru görürəm. Bəlkə nəsə gözümüzdən yayınır, ancaq bəlkə fayl adlarında baxaq, yəni burada fayl adında da yanlışlıq. F deyə bir disk, Y diski olur da, ola bilər F diski var, ona görə bunu götürmüş. Hə. Burada Y diski ola bilər də bölünmədə. Mümkün olmayan faylın tam adını seçin. Mümkün olmayan faylın tam adını seçin. Baxın, faylın adında hansı işarə olmaz? Bu olmaz, 5 olmaz. Daha sonra 5 olmaz. Deməli, burada 5 yoxdur. Burada 5 yoxdur, burada 5 yoxdur. Ya budur, ya bu. 4-ə baxaq. 4 hər ikisində var. Baxın, burada nöqtə vergül olduğu üçün olmaz. Deməli, 5, 4 olmaz. Gəl 1-ə və 3-ə baxaq. 1 olmaz, çünki ulduz var. 1 olmaz, deməli budur. 3 olar. 3 olar. F diskini götürüb, burada da F diski var. Ona görə mən dedim ki, bunu olar. Sadəcə olaraq bölünmədə nəsə həmişə ABCY diski olur. Ona görə bu ikisi də uyğun gəlir. Yenə də nəsə gözümüzdən yayınırsa burada amma D bəndidir. Çünki baxın, görürsünüz, ulduz olmaz. Amma F olar. Məntiqi disk kimi. Verilən iyerarxik struktura əsasən şəkildə neçə dənə boş qovluq vardır? Baxın, bax, bu boş qovluğumdur. Foto boş qovluğumdur. Daxilində heç nə yoxdur. Təhsil boş qovluğumdur. Riyaziyyat, fizika, informatika, rəssamlıq, memarlıq, bunlar hamısı qovluq adıdır və boş qovluqlardır. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə boş qovluğum var. Düzgün olanları seçin. Hesabçımız gedir, bəli. Düzgün olanları seçin. Deməli, düzgün olmayanları götürək. Baxın, nöqtə vergül var burada, olmaz. Sual var, olmaz. Burada ulduz da var imiş, olmaz. Deməli, düzgün olanları seçin. Baxaq, bax, burada nöqtələr yoxdur, bu da olmaz. Deməli, hansı qaldı? 1, 3 olar, 2, 3 olar. Görürsünüz, bunların hamısını silmişəm. Belə 2, 3 olar. C bəndi. Faylın tam adının düzgün göstərildiyi variant istəyir. Deməli, ümumiyyətcə bu cür bu cür slash xət. Bəlkə burada da onu göstərib, yox, slash xətlərim düzükdür. Bu cür slash xət olmaz, belə ayrılır. Ona görə bu onsuz da olmaz. Düzgün göstərilən istəyir. Sual olmaz, deməli A da olmaz. Yaxşı düşməyibdir bunlar. Baxın, burada bir dəqiqə variantı. Faylın tam adının. Aha, fayl adı istəyir. Baxın, burada fayl adı yoxdur. Ona görə bunu da götürə bilmərəm. Hansı qaldı? C və D qaldı. Bir dənə baxaq. Aha, bax, bura bax, fikir verin. Bax, bunu çaşdırmaq üçün qoyubdur. Görürsünüz, PNG burada faylın tipi deyil. Ha, bu adıdır. Hər zaman faylın tipi sonda olur. Yəni, burada olmalıydı. Əgər burada dərsdirsə, belə bir fayl tipi yoxdur. Ona görə D bəndidir. Mətn faylı teksti 1B, qrafik faylı BMP 2, MIDI səsdir, bu 3, PNG qrafikdir 2, səs faylı A. Deməli, 3AD, 3AD, 2CY, 1B. A bəndi. Video faylı AVI 1,
təqdimat ppt, 2, səs faylı wav mp3, video mpg həm də uyğun gəlir. 1 bd, 2 y, 3 a və c, a bəndi. Fayl adı düzgün yazılmayan variantı seçin. Düzgün yazılmayanlarda nə olurdu? Böyük işarəsi olmaz, 2 nöqtə olmaz. Düzgün yazılmayan variantı seç. 2 və 4 düzgün yazılmayan. Qovluğa aid fikirlərdən biri yanlışdır. Qovluqların başlıca parametri onun adıdır. Qovluqların içində olan obyektlərin hamısı eyni anda seçmək olar. Yəni, aid fikirlərin biri yanlışdır. Öz həcmləri ilə diskdəki həcmləri fərqli ola bilər. Qovluqları yaradan onların aranma tarixi qeydiyyatı. Baxın, qovluq daxilində qovluq yaratmaq olmaz deyə bir şey yoxdur. Qovluq daxilində təbii ki, qovluq yarada bilərik istənilən sayda. Çünki niyə istənilən sayda? Çünki qovluğun boş qovluq yaddaşda heç bir yaddaşda yer tutmur. Ona görə onu istənilən sayda yarada bilərik. Ancaq faylı yox. Fayl istənilən sayda yarada bilmərik. Qovluğumuzu, daha doğrusu yaddaşımızın tutduğu qədər yarada bilərik. Verilən doğru mülahizələri müəyyən edin. Fayl və qovluq obyektin adının ən azı 255 simvol olmalıdır. Doğru mülahizələri müəyyən edin. Xeyr. Failin yolu ilə doğru mülahizələri müəyyən edin. Failin yolu ilə failin tam adı eyni mənaya malikdir. Xeyr. Failin tam adında uzantısı olur. Failin yolunda isə, daha doğrusu failin adı və uzantısı olur tam adında. Amma failin yolunda sadəcə qovluqlar olur, yerləşdiyi qovluqlar olur. Failin tam adı 2 əsas hissəyə bölünür. Ad və uzantı, bu doğrudur. Bir qovluq daxilində eyni adlı qısa yolu yaratmaq olmaz. Bir qovluq daxilində eyni adlı qısa yolu yaratmaq olmaz. Düşünün. Bir qovluq daxilində eyni adlı qısa yolu yaratmaq olmaz. Qısa yolu eyni adlı və müxtəlif tipli fail obyektləri bir yerdə saxlamaq olar. Xeyr, eyni adlı və müxtəlif tipli fail obyektləri adı eyni olub, müxtəlif tipli olan fail obyektləri bir yerdə saxlamaq olmaz. Olar. Niyə olmasın ki? Olar. Burada nəsə səhvlik var. Dəqiqə görün. Kitabla bu eynidir. Bir dənə kitaba baxaq. Variantlarda. Deməli, 6.1. Neçənci sualdı? Kesinlikle. Bir burada ne demək istəyirdi? Bir qovluq daxil eyni adlı qısa yolu yaratmaq olmaz. Failin tam adı 2 əsas hissəyə bölünür. Bu düzdür. 3 düzdür. Failin yolu ilə failin tam adı eyni mənaya malikdir. Bu yanlışdır. Burada 3-5 eyni adlı və müxtəlif tipli fail obyektləri bir yerdə saxlamaq olar. Hə, mən niyə bunu səhv oxudum ki? Eyni adlı və müxtəlif tipli fail obyektləri bir yerdə saxlamaq olar. Hə, düzdür da. Mən olmaz niyə oxudum ki? Olar. Eyni adlı və müxtəlif tipli fail obyektləri baxın, adı eyni olub, amma tipi fərqli olarsa saxlaya bilərik biz bunu. Hə, mən bunu səhv oxudum. Mən olmaz oxudum ona görə. Uyğunluğu müəyyən edin. Proqramlaşdırma aləti, tətbiqi proqramlar, sistem proqramları. Baxın, proqramlaşdırma aləti Python'dur. 1A. Daha sonra tətbiqi proqram, macOS sistem proqramıdır. 3C. Pine tətbiqi proqramıdır. Linux sistem proqramıdır. 3 uyğun gəlirdi. Photoshop da tətbiqi proqramıdır. 2Y. Deməli, 2YB, 3CD, 3CD, 2YB, 3CD, 1A. G-bəndi uyğun gəlir. Aha. 89'a geçer.
Uyğunluğu müəyyən edən sistem proqram təminatı, tətbiqi proqram proqramlaşdırma alətləri, verilənlər bazasını idarə etmə sistemləri, tətbiqi proqramlaşdırma sistem. Verilənlər bazası idarə etmə sistemləri bu tətbiqi proqrama aiddir. 2A. Arxivləşdirmə sistem proqramına aiddir. 2B. Proqramlaşdırma interpretatora aiddir. 3C. Əməliyyat sistemi sistem proqramıdır. Deməli, sistem proqramı olan 1 idi. 1D. Mətndə tətbiqi proqramıdır. 2. 2YB. 2YB. Nəyi düz götürmədik? 2YA. 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 Aha. 3C. 1B. Bura 2 yazmışam. 1BD. Aha. D bəndi. İlkin A qrup MMC şirkətinə mühasib olaraq işə qəbul olmuşdur. Həmin şirkətin illik gəlirlərini və xərclərini elektron formada hazırlayıb tezliklə rəhbərliyə təhvil verməlidir. İlkin mühasib olaraq elektron formada hazırlayıb verməlidirsə, bu cədvəl olacaqdır. Bəli. Uyğunluğu müəyyən edən sistem proqramı tətbiqi və proqramlaşdırma. Proqramlaşdırma kompilyator, baxın 3D, logoda alt logo proqramlaşdırmaya aiddir. Linux sistemdir, driver sistemdir, MySQL tətbiqidir. 1BY, 2C, 3AD bəndi. Tətbiqi proqramlara aid deyil. Mətn tətbiqidir, qrafik tətbiqidir, təqdimat və nəşriyyat A bəndi sistem proqramlarıdır. Interpretatorun funksiyası, interpretator sətir və sətir tərcümə edir. Proqramların hər bir operatorunu tərcümə edən kimi icra edir. Elə bu uyğun gəlir. Hər bir operatoru tərcümə edən kimi icra edir. Yəni, hər bir operator sətir və sətir tərcümə edir. Kompilyator isə ümumi proqram yığıldıqdan sonra bir dəfəyə tərcümə edir. Maşın dilinə tam tərcümə etdikdən sonra icra edir. Bəli, tam elə bir hamısı bitir, sonra icra edir. Uyğunluğu müəyyən edin. Sistem proqram təminatı, tətbiqi və proqramlaşdırma aləti OpenOffice Writer tətbiqidir. Arxivləşdirmə sistemdir. Translator proqramlaşdırmadır. Kaspersky sistemdir. Python proqramlaşdırmadır. Proqramlaşdırma neçə idi? 3. Deməli, 1DB, 1BD, BD, 2A, 3CY. Uyğunluğu müəyyən edin. Sistem proqram təminatı, tətbiqi proqram proqramlaşdırma. Pascal proqramlaşdırmadır. WinZip sistemdir. Interpretator proqramlaşdırmadır. OpenOffice Impress təqdimat proqramıdır. Ona görə bu tətbiqidir. Utilitlər də sistemdir. Sistem 1-dir. 1BY, 2D, 3AC bəndi. Tələbəyə verdiyi dərsi araşdırıb, maraqlı animasiya varsa, bu nə olacaqdır? Təqdimat proqramı olacaq. Hansı proqramlaşdırma aləti deyil? Proqramlaşdırma aləti Logo, Linux, Pascal, Python, Basic proqramlaşdırmadır. Linux sistem proqramıdır. Uyğunluğu müəyyən edin. Bu məsələ yoxdur, heç. Var deyəsən. Aha. Uyğunluğu müəyyən edin. Sistem tətbiqi və proqramlaşdırma. Müxtəlif formalı və məzmun şəkillər yaratmaq tətbiqi proqramdadır. 2A. İstəcən köməkçi olaraq onların hər hansı məsələnin həll edilməsi məqsədi ilə yaradılır. İstifadəçi köməkçi olaraq. Kompüterin bütün qurğuların qarşılıqlı şəkildə əlaqəsini işləməsinin sistem proqramıdır. Bu 1. Xüsusi proqramlar hesabına informasiya daşıyan saxlanan faylları sıxılaraq bu da sistemdir. Proqramlaşdırma alətləri istifadəçi köməkçi olaraq hansısa məsələnin həll etməsi məqsədilə yaradılır. Proqramlaşdırma olacaq. İstifadəçilər üçün eyni proqram və yeni proqram və proqram, bax, bu da proqramlaşdırma olacaqdır. Buna bir dənə baxaram. Deməli, 1CD, 2 tətbiqi proqram AB, 3Y. AB istifadəçilərə köməkçi olaraq onların hər hansı məsələlərin həll etməsi məqsədilə yaradılır. İstifadəçilərə köməkçi elə bu tətbiqi olacaq da, düzdür.
Axı bizim üçün lazım olan proqramlardır. Məsəl üçün Word-dür, Excel-dir, bizə kömək edən proqramlardır. Ona görə onu tətbiqi götürübdür. Təkliflərdən hansılar doğrudur? Python proqramlaşdırma dilidir. Python proqramlaşdırma dilidir. Bu doğrudur. Plotter kompüter proqramıdır. Xeyr, Plotter çıxış qurğusudur və printer kimi o da çap edir. Ancaq böyük kağızlar çap edir. Bu kompüterdəki informasiyanı böyük kağızlara çıxışa verir. BIOS xarici yaddaş qurğusunda yerləşir. Xeyr, daxili yaddaş qurğusunda ROM-da yerləşir. İlk fərdi kompüter monitorsuz işləyə bilməz. Bəli, ilk fərdi kompüterdə monitor olub. İnformasiya prosesorda emal edilir. Bu da düzdür. 1, 4, 5 deməlidir. Yalnız səs fayllarından ibarət bir qovluq yaradılarsa, gəlin bu məsələdir, bunu kəsək, həll edək. Bu məsələlərə diqqətli yanaşaq. Səs fayllarını birinci seçirik. Baxın, doc mətndir, MP4 videodur, MIDI səsdir, AV videodur, WAV səsdir, MP3 səsdir. Deməli, bunlar birinci nədir bizə? 121, daha sonra 87 və 117. Burada bir səhvliyə yol verilir. Hamısını cəmləyirlər. Sonra 8 kilobayt klastra bölürlər. Bu olmaz. Hər biri başqa bir fayl olduğu üçün ayrı-ayrılıqda klasterlərlə şəklində, yəni yazılır diskə. Ona görə mən bunu ayrı-ayrılıqda hesablayacağım. Qovluq yaradılmış qovluğun diskdəki həcmini hesablayın. Baxın, yaradılmış bu fayllar görək diskdə nə qədər yer tutub. Baxın, 121 mənim kilobayt faylım ola bilər. Amma o demək deyil ki, diskdə də 121 tutub. Axı, mənim diskdə bir klasterim 8 kilobaytdır. 8 kilobaytdır. Deməli, onda 121-i böləcəm 8-ə. Dənə bunu tez bölək 121-i 8-ə. Harca 15 tam təxminən belə götürürəm. Yəni, ardını yazmıram. Bu da deməli 15 klaster yer tutmur. Görürsünüz, qalığı da var. Qalığı varsa 16 klaster yer tutacaq. Yəni, 15 dənə klasterin bütövdə olacaqdı belə. 8 kilobayt, 8 kilobayt. Amma digəri 8 kilobayt yer tutsa da içərisində elə bu qədəri də olur. Amma nə olsun ki, bu yaddaşda artıq 8 kilobayt yer tutmuş olacaq. Çünki ona bir klaster yer ayrılacaq. Ona görə artıq 16 klaster yer tutacaqdır. Deməli, 16 klaster yer tutursa nə qədər yeri tutmuş olacaqdır? Bax, bu faylım, MIDI faylım. 8-i 16-ya vuracaq. 8-i də 16-ya vuranda 128 kilobayt yer tutacaq. Baxın, öz həcmi 121-dir, amma yaddaşda tutduğu yer 128 kilobayt oldu. Keçək bunu hesablayaq 87-ni. 87-ni 8-ə böləcəyik. Gəlin ardıcıl yazaq, səliqəli şəkildə yazaq, qarışmaz. Bir daha deyirəm. Birinci 121-i bölürəm 8-ə. 15 tam 12 təxminən, bu eləyir 16, təxminən deyəndə, yəni 15 onda %12 olsa da, yəni ardı da var idi. Mən qısa yazdım. Ancaq bu 15 klaster yer tuta bilməz. Biz qalığı tullaya bilmərik. O da yadda. Elə bir video çəkirik. Görürsünüz, 3-cü diskdə həmişə 3-cü disk az olsa da çəkilir. Amma biz ondan ötəri bir disk zannet etmiş oluruq. Yəni, yazırıq onu bir başqa diskə. Burada da onu kimi o başqa bir klasterə yazılmalıdır. Buna görə 16 klaster yer tutur. Bu zaman 16-nı da 8-ə vuranda 128 kilobayt yer tutdu. Bax, bu birincimizdir. Keçdik 87-yə. 87-ni bölürəm 8-ə. Bu da eləyəcəkdir. Deməli, 10 tam belə, yəni ardını yazmıram. Deməli, bu neçə klaster yer tutacaq? 11. Onda 11-i də 8-ə vuranda 88 eləyəcəkdir. Deməli, 88 kilobayt yer tutacaq. Özünün yaddaşı 87 olsa da, tutduğu yer 88 olacaq. Daha sonra 117-ni böləcəm 8-ə. Bu da eləyəcəkdir 14 tam, bunda 6. Bu da tutacaq 15 klaster yer. 15-i də 8-ə vuranda eləyəcək 120. Deməli, 120 klaster, daha doğrusu 120 kilobayt yer tutmuş olacaq.
İndi mənim qovluğumda bu 3 dənə fayl nə qədər yer tutacaqdır? Baxın, bunun üçünü cəmləmirik ha, bunu və bunu cəmləyib biz bölənmərik. Biz nə etdik? Qovluqda artıq bu qədər yer tutubdu. 121 idisə də artıq 128 yer tutdu. Yəni 121 yox. 87 idisə 88 kilobayt yer tutdu. 117 idisə 120 kilobayt yer tutdu. Bu da eləyəcək neçə? Aha, bunu da toplayanda eləyəcək 336 kilobayt. Məndən nə istəyir? Qovluğun diskdəki həcmini istəyir. Bu da 336 kilobayt. Klasterin ölçüsünün 4 kilobayt olduğunu nəzərə alaraq bütün qrafik faylların diskdə tutduğu yaddaşı hesablayın. Qrafik faylları istəyir. Qrafik fayllarım GIF-dir, PNG-dir. Bunlar videodur, səsdir. ODG. ODG-də bəli qrafikidir. Aha. Yəni, baxaq. İndi bunu... Baxın, 3 dənədir. Məndən nə istəyir? Qrafik faylın diskdə tutduğu yer. Baxın, 13 kilobaytdırsa, diskdə nə qədər yer tutacaq? Bunu 4-ə böləndə, mən bunu 4-ə bölüb hardasa 12, 3 dəfə 4-ün 12, deməli 3 tam neçə eləyir da? Deməli 3 yox, 4 klaster yer tutacaqdır. Çünki qalığı var. Daha sonra bu zaman 4-ü də vuranda 4-ə eləyəcək 16 kilobayt. Deməli 16 kilobayt yer tutur bu. Bax bu 16 kilobayt yer tutur. Keçdik bu 19-a. 19 böləndə 4-ə, hardasa 4 dəfə 4 16 eləyirsə, bu da 4 tam neçə eləyir? Deməli, qalığı götürmürəm, 5 klaster yer eləyir. Bu zaman 5-i 4-ə vuranda 20 kilobayt yer tutur. Yəni, sanki bunu 4-ün vurğuna tamamlamalıyam. Baxın, digərini şifahi deyə bilərik. 17 yox, 20 kilobayt eləyəcək. Çünki 17, 16 ilə 20 arasında yerləşir. 16-nı götürə bilmərəm, 20-ni götürəcəm. 17-ni 4-ə böləndə 4 tam neçə eləyir? Bu da 5 klaster eləyir. 5 klasterin, 1 klasterin 4 kilobaytsa 5 klasterin 5-i vuranda 4-ə 20 kilobayt yer tutur. Deməli, bu cəmi də neçə eləyir? 20 üzərinə gəl, 20 üzərinə gəl 16. Bu da eləyir 56 kilobayt. Bəli. A qovluğun daxilində yerləşirdi. Deməli, bax, bu faylımdır. A qovluğunda yerləşir. A qovluğunda yerləşir bu. Daha sonra nə deyir? A qovluğunda yerləşirdi. A qovluğunun daxilində yerləşdirilmiş qovluğun, baxın, bunun içindəki qovluğun alt qovluğuna, bunun içindəki qovluğun alt qovluğuna daşındı. Deməli, artıq burada olacaqdı ABD. Deməli, A ilə ABD arasında neçə qovluq oldu? 2 qovluq oldu. A ilə, bax, burada 1 qovluq var. A ilə ABD arasında 2 qovluq, baxın, bu ola bilər. A ilə bu ABD deyil, bu teksti ABD arasında A ilə burada bir dənədir. Deməli, B bəndi uyğun gəlir. Ədəbiyyat layihəsi üzərində işləyən Daşqın Mirzəbəyli boş D diskinə aşağıdakı kimi iç-içə qovluqlar və onların içində müxtəlif fayllar yaratdı. Deməli, D diskində aşağıdakı kimi iç-içə qovluqları və onlar içində müxtəlif fayllar yaratdı. BMP uzantılı bütün fayllar silindikdə boş qalacaq qovluğun tam adını göstərin. Birinci BMP-ləri silək. Baxın, bunu sildim. Bunu sildim, bunu sildim. Bizdə nə istəyir? Bir də baxaq. BMP uzantılı bütün fayllar silindikdə boş qalacaq. Deməli, BMP-nin yerləşdiyi qovluğun içərisində başqa heç bir qovluq olmamalıdır, fayl olmamalıdır, içi boş qalmalıdır. Baxaq, image. İmicin içində baxaq, görək başqa qovluq var. Baxaq burada. Görürsünüz, bax, burada work var. Work var. Bax, work'ın içi boş qalmayacaq. Görürsünüz, work'ın içində bir dənə doc var. Ona görə bunu
götürə bilmərəm. Yəni, work-ı götürə bilmərəm. Çünki bu boş qalmır. Mənə lazımdır nə? Boş qalan. Project var, bir də image var. Image boş qalırmı? Image-in içərisində, baxaq görək başqa nəsə var. Deyəsən, yoxdur heç image-in içərisində. O image-i saxlayaq, indi project-ə baxaq. Project-in içərisində görək başqa nə var? Bax, work-ı götürə bilmərəm. Work-da var idi. Work-ın içində var. Görürsünüz, boş qalmıyor. Deməli, work olanı götürə bilməyəcəm. Zaten burada work yoxdur. Project-i götürə bilərəmmi? Project-in içində work var. Bax, görürsünüz, work var project-in içində. Ona görə project-i götürə bilmərəm. Ədəbiyyat, study, work. Work-ı götürə bilmərəm. Çünki work-ın içərisində, baxın, poem, stock var. Bunu götürə bilmərəm. Deməli, ya ədəbiyyata baxaq. Ədəbiyyatın içində project var. Projectin içərisində də nəsə var idimi? Baxaq. Projectin içində də work var. Deməli, bunu da götürə bilmərəm. Bir dəqiqə zariyyatlıya baxaq. Deməli, projekti görürsünüz, niyə götürəmədim? Çünki onun içərisində work var idi. Work'ün də içərisində poema doc var. Ona görə onu götürə bilmirəm. Ədəbiyyatın da içində projekt yerləşdiyi üçün onu da götürə bilmədim. Deməli, image və studiyaya baxaq. Studinin içərisində image var. Görürsünüzmü? Studinin içərisində image var. Studinin içərisində image var. Image-in içərisində də nəsə varmı? Studinin içərisində, baxın, burada work da var idi. Görürsünüz? Bax, ona görə studiyini götürə bilmirəm. Baxın, studinin içərisində work var. Ona görə work-ün də içərisində bu olduğu üçün write doc. Ona görə study boş deyil. Bu boş deyil. Ona görə nə olacaqdır? Image boş qalacaqdır. Image-in içərisində heç bir şey yoxdur. Xidməti proqramlar əməliyyat sisteminin imkanlarını genişləndirir. Utilitlər, bəli, genişləndirir. Buna görə bu doğrudur. macOS ScanDisk xidməti proqramlardır. macOS xidməti proqram deyil, əməliyyat sistemidir. Yalnız mətn redaktorları və elektron cədvəllər tətbiq proqramlara aiddir. Xeyr, təbii ki, tətbiqi proqramlar çoxdur. Daha doğrusu, yəni təqdimat proqramı var, nəşriyyat proqramı var, verilənlər bazası var. Basic Python Pascal kompilyatordur. Bu kompilyator deyil. Python interpretator mühitində işləyir, yəni daha çox. Driver xarici qurğuları əməliyyat sisteminə tanıdan xidməti proqramdır, bəli, uyğun gəlir. Kataloqda aşağıdakı adlarla fayllar var. Aha, belə bir fayllarımız var. Göstərdiyi fayl qrupunu seçmək üçün hansı maskadan istifadə olunacağını müəyyənləşdirin. Bax, bunu seçə bilsin deyə, bax, bunların içindən bunu seçən maskanı tapmalıyam. Baxaq. Baxaq birinci buna. Əgər bunu seçsə, xıllısı. Baxın, bunu seçə bilməz. Baxın, xıllısıdan sonra başqası deyir olmasın. Amma burada X var axı, yəni 4 dənə simvol var. Ona görə A ola bilməz. Bu ola bilər hələ ki, indi bu başlığına baxaq. Doğudan əvvəl və sonra bir dənə simvol. Deməli, 1, 2, 3, cəmi 4 simvol olmalıdır. 1, 2, 3, 4, 5 simvol var burada. Deməli, bu da ola bilməz. Bunu seçə bilməyəcəyək onda. Ona görə bunu götürə bilmərəm. Keçirəm buna. Doğudan əvvəl 1, 2 və sonsuz da ola bilər. Xılısıdan sonra ola da bilər, olmaya da bilər. Baxın, bu uyğun gəlir. Buna baxaq. Doğudan əvvəl 1, 2, doğudan sonra 2, əvvəl 1. Doğudan sonra 2, doğudan sonra 2 var. Burada uyğun gəlmir. Görürsünüz, doğudan sonra bir simvol var. Ador, odor da. Ona görə bunu götürə bilmərəm. Doğudan sonra istənilən qədər və əvvəl də ola bilər. X-dan sonra da istənilən qədər ola bilər. Əslində bu da uyğun gəlir. Amma niyə bunu götürmür? Deyim, niyə götürmür? Çünki bunu götürsə, bax, bunu da gərək onda seçsin, götürsün. Amma bunu mən götürməmişəm axı burada. Görürsünüz, burada bu yoxdur.
Bu doğudan, yəni bu hamısına uyğun gələcək artıq. Hamısını seçəcək. Ona görə C-ni də götürməyəcək. Sadəcə bunları seçə bilən B variantıdır. Diskdə ümumi 5 fail var. Bu failların hamısı diskdə 40 kilobayt yer tutur. Deməli 5 dənə. Qoyun bunu çəkək, kəsək, elə götürək. Aha. Diskdə ümumi 5 fail var. Bu failların hamısı 5 dənə failım var. Hamısı bir yerdə 40 kilobayt yer tutmalıdır. Yəni daha çox tuta bilməz. Faillardan 3'ü 7 kilobaytlıq mətn faylıdır. 3 dənə 7 kilobaytlıq mətn faylım var. Digər 2 faylım isə aşağıdakılardan hansı ola bilər? Amma deyir ki, digər 2 fayl hansı ola bilər? Klasterin ölçüsü 4 kilobayt. Onda mən belə baxıram ki, 3 dənə mətn faylımın hər biri 7 kilobaytdır. Onda yaddaşda nə qədər yer tutacaqdır? 7-ni 4-ə böləndə 1 tam neçə eləyir? Yəni qalığımda var. O da mənə 2 klaster yer eləyir. Deməli 2-ni də 4-ə vuranda 8. Deməli 8 kilobayt yer tutur bir dənəsi. Onda 3 dənəsi neçə yer tutacaqdır? 3 dəfə 8, 24. Baxın, mən 3'ü 7-yə 21 eləyib, sonra 4'ə bölənmərəm. Hər birini ayrı-ayrılıqda, hər bir fayl ayrı-ayrılıqda neçə klaster yer tutur? Onu birinci tapıram. Hər bir faylım, biri 7 kilobaytdır. Hər bir faylım 2 klaster yer tutur. Bu zaman 2 klaster yer tutursa, hər bir faylım 8 kilobayt yer tutmuş olacaq. Onda 3 dənə mətn faylım 24 kilobayt yer tutdu. Onda 40'dan 24 çıxanda 3'dən də 2, 1, 16 kilobayt cəmi yerim qaldı. Deməli, o 2 dənə ki faylım var. Deyib, digər 2 fayl aşağıdakılardan hansı ola bilər? Bax, o 2 dənəsi cəmi 16 kilobayt yer tuta bilər. Çox ola bilməz. Baxaq, bu 9 kilobaytdırsa, bunun öz həcmi budur. Yaddaşda nə qədər yer tutacaq? Bir klasterin 4 kilobaytdırsa, 9'u bölürəm 4'ə neçə klaster eləyir? 2 tam neçə? O deyilir 3 klaster. Elə 3'ü də 4'ə vuranda 12 kilobayt bu eləyir və bu 12 kilobayt eləyir. Bu da 7 kilobayt bayaq tapdıq ki 8 eləyir. 8 ilə 12 20 kilobayt eləyir. Gördünüz 16 kilobaytdan çox elədi. Deməli A bəndi ola bilməz. Bu 4 kilobayt, elə 4 kilobayt da klaster olduğumuz üçün 4 kilobayt yer tutacaq. Bu isə 13 kilobaytdırsa 13'ü bölürəm 4'ə. 3 dəfə 4, 12. Deməli 3 tam neçə? O deyilir 4 klaster. 4'ü də 4'ə vuranda 16 kilobayt yer tutacaqdır. Onda 16 ilə 4 neçə elədi? 20. Deməli bu da ola bilməz. Bu 5 kilobaytımız neçə tutacaqdır? 8 kilobayt yer tutacaq. Çünki 2 klaster yeri zanit eləyəcək. 11 kilobaytım da 12 kilobayt yer tutacaq. Çünki 3 klaster yeri tutacaq. 12 ilə də 8 eləyəcək yenə 20. Deməli bu da ola bilməz. 7 kilobaytım 8 kilobayt yer tutacaqdır. 8 kilobayt elə 8 kilobayt yer tutacaq. O da eləcək 16 kilobayt. Deməli D bəndi uyğun gəlir. 10 kilobaytım mənim 12 kilobayt yer tutacaq. 12 də elə olduğu kimi qalacaq 24. Bu da 16'dan çox olduğu üçün bunu da götürə bilmərəm. Sonuncu 2 dənə məsələ qaldı. Bunu da belə çəkək. Belə kəsək, eləyək. 30 kilobaytlıq şəkil faylı, 45 kilobaytlıq mətn, 74 kilobaytlıq səs faylı. Klasterim 6 kilobaytdırsa, baxın, bu bunun öz həcmi ola bilər. Amma yaddaşda bu qədər yer tutmur. Çünki hər bir diskdə hər 6 klaster, 6 kilobayt klasterim var. Yəni 33 neçə dənə 6'nı zanit eləyəcəkdir? 33'ün içində 6, 5 tam onda neçəsə. Bu da eləyir 6 klaster. 6 klaster yer tutursa, bir klasterim 6 kilobaytdırsa, 6 klasterim neçə eləyəcəkdir? Bu da eləcək 36 kilobayt yer. Yəni 6'nın vurğuna tamamlamalıyıq. Yəni 6'ya bölünən ədədə tamamlamalıyıq. Deməli, diskdə bu 33 olsa da 36 kilobayt yer tutacaq. Bu 45'dirsə, 45'i böləcəm 6'ya. 7 dəfə 6, 42, 7 tam neçə eləyir? Yəni ardı da var. Deməli 8 klaster yer tutacaq. 8 dəfə də 6,
48 kilobayt yer tutacaq. Bura eləyəcək 48 kilobayt. 74'ü də böləndə 6'ya. Bir dəfə 6, 6, 14'ün içində 6, 2 dəfə 6, 12 qalqım qalır. Deməli 12'dən 12 tam neçə? Deməli 13 klaster yer tutacaq. 13'ü də 6'ya vuranda 3 dəfə 6, 18 bir yadda, 6 bir də yadda 78 kilobayt yer tutacaq. 78 kilobayt. Aha, deməli 74 6'ya bölünmürsə, elə bir 6'ya bölünən ədədə tamamlamalıyıq. Kiçiyə yox, böyüyə. Deməli bizdən nə istəyir? Həcmlər, deməli bunların hamısının cəmi nə qədər eləyir? O qədər yer tutacaqdır. 8, 8, 16, üstünə də 6 gələndə 22, 2 yadda. 3, 4, 7, 7, 14, 2 də yadda, 16, 162 kilobayt yer tutdu. İndi bizdən nə soruşur? Bir dənə faylların qovluqdakı həcmləri, onların diskdəki həcmlərindən necə fərqlənir? Aha, baxın, mən bildim ki, qovluqda yəni cəmi bu qədər yer tutur. Disk qovluqdakı həcmləri faylların qovluqdakı həcmləri, onların diskdəki həcmlərində necə? Aha, bəs cəmisi necə, əvvəl necə idi? Əvvəl baxaq 33, üstə gələk 45, üstə gələk 74. Bu da eləyəcək nə? 5 üstə 3, 8, 8 üstə 4, 12. Bir yadda, 3 üstə 4, 7 üstə 7, 14, bir də yadda 15. 152, 162. Çıxanda 10 kilobayt. Deməli, baxın, bunun sualını hansı nəyisi ölçüdür? Faylların qovluqdakı həcmləri, onların diskdəki həcmlərində necə fərqlənir? 10 kilobayt azdır. 10 kilobayt qovluqdakı həcmi, bu şəkil faylı, bu mətn faylı, bu səs klass. 10 kilobayt azdır. Əvvəl görürsünüz 152 idi, indi oldu 162. Ona görə 10 kilobayt nə oldu? Az oldu. Burada nə soruşur? ExPass adlı fayl müəyyən kataloqda saxlanılıbdır. Yəni ki, hansısa bir qovluqda saxlanılıbdır. Biz bilirik ki, bu da həmin qovluğa kataloq da deyirlər. Bu kataloqda informatika adlı alt qovluğu yaradıb. Baxın, hansısa kataloqdaydısa da burada informatika adlı alt qovluq yaradılıb və ExPass faylın yerini ora dəyişdi. Deməli, müəyyən kataloqda saxlanıb, bu kataloqda yaradıb və bura artıq gətirdi ExPass-ı. Deməli, bax, bu mənim əvvəlkim idi. Bunun içərisində informatika yaratdı, gətirdi, bura yerləşdirdi ExPass-ı. İndi nə oldu? Deməli, ora dəyişdən sonra bu oldu. Deməli, ExPass əvvəl nə idi? Kodera idi, informatika yaradıldı, bura gəldi. Dedi, bu fayl, əvvəl bu faylın tam adı nə idi? Mən informatika olmayacaq da. Faylın tam adı dediyi üçün ExPass-ı da götürəcəm. İnformatikanı götürə bilmərəm. Kodera olim D bəndi. 109 D bəndi. Sağ olun, sağlıqla qalın.